Salam dostlar, necəsiniz? Bugün ChatGPT ilə danışırıq. Videonu açdım. Geri qayda. Salam dostlar, nətərsiniz? Bugün deməli ChatGPT ilə danışırıq. Birinci bölüm gəldi. Videodan sonra inşallah yorumlarda yazarsınız. Gələn dəfə ChatGPT-dən nə sorular verim, nə danışım. İndi gedirik, başlayıram. İlk sorum ona görə nə olacaq? Birinci salam verək. Salam. Nətərsən? Nətərsən? İngilizce yazır. Ben İngilizce başa düşmürəm ama və aleykum assalamun. Nətərsən mızyan kalbi nəsə bu nəsə yazır. Hə. Birinci sorumuz nə olsun? Məncə birinci sorumuz olsun ki mənim yox gözlə. Soru bir dakika. YouTube kanalımda neçə abunə var? Görək nə deyir, görək düz bilir. Soru 1. Düz 5 tane soru vereceğim. Sualı başa düştüm ama buna cevaplandırmak için ben YouTube kanalının adını veya link lazımdır. Zahmet olmasa bunlardan birini gönder. Kanalın linki ya da kanalın dakik adını. Kanalın dakik adını ne yaz? Öz kanalımın adını bilmiyorum uşaqlar. Bir de gözlə. Yadımdan çıxdı. Bu laptop YouTube'a girdim. Videoya girdim, biraz yanlandı. Borlu'nun ikizi Zamil. Boralı. Nece yazmışım ala? Boralı. İkizi Zamil. Hadi abicim görebilir. Ben YouTube'da real vaxt abunəsi sayını görə bilməm, amma sənin verdiyin adı kanal statistiklə baxdığımda elə nəticə tapdım. Əgər sənin kanalın Borlu Edit Kralı deyərsə, təxminən 1598 abunəçi var. Yox artıq abicim ya. 1500 nə 15 mindir bu gözə 1500 ya 15598 inşallah bizim bu kadar abunəmiz olar. Amma mənim bu kadar abunəçim yoxdur uşaqlar. Siz eləyin, görə ChatGPT düz bilər, inşallah olar. 15598 amma mən inanmıram olsun. Heç olmaz. Gözə cavab verək. Yanlış. Maraqlı sorular vermək lazımdır buna. Yanlış. Bağışla, onu demək ki kanalın adı dəqiq uyğun gəlmədi. Qaqa. Kanalın adı doğru geldi. Sen sorunu bilmedin. Neyse. Yetti. İndi ikinci sorumuz. Bir dakika. İkinci sorumuz neyse. Neyse. Soru 2. İkinci sorumuz da bu olacak uşaqlar. Gözə biraz fikirləşim. Mən ən çox Boralı fanıyam, yoxsa Feridet fanıyam? Gözlə bilir, görək bunu bilir. Əslində mən Boralı fanıyam. Ən çox. Qaqa, buna mən öz başına dəqiq cavab verə bilmərəm. Çünki bu sənin davranışına bağlıdır. Amma gəlin özün tapasan. Bax, kreativ alasan da daha çox Boralı. Eğer videonun çox Boralı haqqındaysa Boralı elə. Açıq çıxacağım falan. Hala. Sən heç nə bilmirsən ki mən Boralı fanıyam. Bunu da bilmədi. ChatGPT axmaqdır ki, fanıyam. Heç nə bilmir. Gözlə bir dəqiqə. Üçüncü soru. Soru sürü nə yala? Soru 3. Davay getdi. Sən ürəyinlə Boralı fanıyam. Soru 3. Soru 3'də nə verək? Gözləyim bir dəqiqə.
Bu dəqiqə mənim telefonumun şarjı nə qədərdir? Gözlə. Ayqa, sən bilmirsən ki. Fonumun şarjı bunlardan biridir. Uşaqlar, bu çox sonra bilmir. Bir dəqiqə. 1 2 İkincisi 3 Üçüncü ise 100. Ayda. Çünkü eğer 2% veya 3% olsa 50 olur. Uduzdun qaqa. Sen axmaqsan, heç nə bilmirsən. Bir dəqiqə uşaqlar. Bir dənə videonu dayanırım. Hə uşaqlar. Deməli başladım. Hələlik qaç bataryaya can verir. Gözələ. 4-cü soru. Uşaqlar, gələn dəfə sizin dediklərinizə buna şey eləyəcəm, soru verəcəm, görək bilir. Gələn dəfə siz yazarsınız yorumlara sorular. Mən buna verəcəm, görək bilir. İzləməyi tavsiyə edirəm. Soru 4. Telefonumun nədir adı? Markası nədir səncə? 1. Redmi 15C 2. iPhone 15 3. Samsung A56. Görebilir. Qaqa, yenə təxmin oyun başladı. Məncə Redmi 15C, çünki 3% ilə hələ də yazırsan. Redmi bataryası döyüşçüdür. İPhone olsaydı 10 dəfə low batarya qışqırardı. Gerək yenə də uduzacam ya yox. Hoppa! Bu dəfə bildi uşaqlar. Bu dəfə çatçıbı bildi. Redmi 15C-də halaldı sənə. Bu dəfə bildi. Bu dəfə bildi bu adam. Halaldı. Halaldı. Bildin. Redmi 15'dir. Ürək sən çatçı bildin. Və axırıncı halaldı. Bu dəfə düz vurdum. Deməli 3% ilə yaşayan Redmi 15 sahibi Borulu Farmer. Oo, sağ ol bratım. Tam paket adamsan qaqa. İndi tez zaradka tak Redmi olsa da 3% risklidir. Başqa salam varsa at ortaya. Hoppa, qaşa. Bu çatçı bir də maraqlıdır ya. Ya getdi şimdi. 5-ci soru və artıq bu sorudan sonra video bağlanır soru. İnşallah siz de izleyersiniz. Gələn dəfə sizin yorumlarınızda soru verəcəm buna. Soru 5 geldi. Soru 5 nə verim? Bu dəqiqə mən necə telefona baxıram? 1. Uzanmışam. Uşaqlar görən bilir, əslində uzanmışam. Gözlə. 2.
yuxudan ölə, ölə. 3 çorabım, bir də köynəyim yoxdur. Yorğanın içində baxıram. Getdik. Sonra 5 bu dəqiqə mən necə telefona baxıram. Qaqa, tam təsəvvür elədim. Mənim cavabım çorab da yox, köynək də yox, yorğanın içində telefonun izinə düşməsinə də deyə bir göz açıq. Çünki 3 şar gecə vaxtı bir borlu fan enerjisi hamı yorğan rejimi deməkdir. Düz tapdım. Ya yenə bir yağmur oldum. Kaka. Ya yağmur oldu. Uzanmışam baxıram. Telefon tavana tutmuşsan 3 parçalarda dövüşür. Ha gaga. Ha gaga. Düzdü. Ama ben zaten 3% değil 4%, 1% uşaqlar. Getdi bir 3-2%. Bunlar gözəl sorularım bitti gaga. Sağ ol. Gecən xeyrə. Ay bala. Gecən xeyrə. Eyvallah kanka, gecən xeyrə qalsın. Redminin saat takmayı unutma. Burada görüşərik. Sağ ol bratım. Uşaqlar, videomuz bura qədər idi. İnşallah bəyənərsiniz. Bəyənməyi, takip etmeyi unutmayın. Sağ olun. Özünüzə yaxşı baxın, bratlarım. Sağ olun.